Dəyərli şairimiz, əziz dostumuz Nizami Qərib yazır ki, dünya mənim üçün cənnətə dönsə, cənnəti seyr edən gözüm atadır. Aqil məclisində, arif yanında ən şirin söhbətim, sözüm atadır. Könlümün bağçası barı nəfəsi, dünyamın dövləti, varı nəfəsi, qəlbimi isidir quru nəfəsi, sönməyən ocağım, közüm atadır. Dəcəllik elədim, ona ərk etdim, qayğısız illəri çox tez tərk etdim. Ata zəhmətini onda dərk etdim, gördüm ki, qəribin özü atadır. Gördüm ki, qəribin özü atadır.